Salam əzizləyicilər, bugün sizə pambıq kimi yumuşaq və evdə olan ərzaqlarla tez hazırlaya biləcəyiniz çox asan keks resepti paylaşıram. Daha doğrusu piroq resepti paylaşıram. Belə ki, mən qaba 4 ədəd orta boy yumurta əlavə elədim və onun üzərinə 1 stəkan və 1 stəkandan 2 barmaq qədər aşağı şəkər tozu əlavə elədim və bunu mikserlə yox, tel çırpıcı ilə qarışdırıram. Biraz qarışdırdıqdan sonra görürsüz, baxın belə bir hal alınır. Yəni lap çox köpürməsinə, çox şişib ağarmasına gərək yoxdur. Mən üzərinə 2 ədəd, yəni daha doğrusu 2 paçka şəkərli vanil əlavə elədim. Siz bunu 1 paçka da edə bilərsiniz. Mən yumurta qoxusunun gəlməyini sevmədiyim üçün 2 paçkadan həmişə istifadə edirəm və bunu yenidən yaxşı qarışdırıram. Daha sonra üzərinə 1 stəkan, bu təqribən 200 mg-dır, süd, ilıq süd və üzərinə 1 stəkan bitki yağı, duru yağ əlavə elədim və yenidən qarışdırıram. Daha sonra üzərinə qabartma tozu əvəzinə çay qaşığının yarısı qədər çayını soda əlavə edirəm. Bu biskvitə və yaxud da keksə düşünürəm ki, daha fərqli dad verir. Bunun üçün sodadan istifadə elədim. Daha sonra üzərinə un tökürəm və unu öncə 2 stəkan unu hissə-hissə tökdüm. Daha sonra da 1 stəkan unu yenidən az-az tökərək, yəni nə çox qatı, nə də çox duru məhlulu aldım. Videoda göstərəcəm hansı qatılıqda olmalıdır. Təbii ki, bu yumurtanın boyuna görə yenə dəyişir. Siz özünüz də baxıb ayarlaya bilərsiniz. Daha sonra mən soba listini götürdüm və üzərinə unu belə çox az unu belə əlimlə düzəltdim ki, yəni çox unlu qalmasın, nə də ki yapışmasın. Daha sonra hazırladığımız məhlulu bunun üzərinə əlavə elədim. Bişirdim. 200 dərəcə, 180-200 dərəcə arasında bişirdim. Hardasa 20-25 dəqiqə hazır oldu. Daha sonra üzərinə şəkər pudrası və vanil qarışdırdığım toz halında olan şəkərli pudranı əlavə edirəm. Kəsirəm, belə görsənir. Həqiqətən çox asan və çox tez hazır olur. Siz də yoxlasanız mənə deyərsiniz.